Değerli izləyicilər, hər birinizi kanalımdan salamlayıram. Bugün qat-qat xəmirdən kruasan formasında içi şokoladlı bulkalar hazırlayıram. Keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 1 stəkan süd, yarım stəkan su, 1 xörək qaşığı maya, 4 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı un əlavə edib qarışdırıram. Təbii ki, burada südlə su isti olmalıdır. Və mayanın aktivləşməsini gözləyirəm. Deməli, maya aktivləşənə qədər xəmirin yağını hazırlayıram. Mən burada 250 qram yağdan istifadə eləmişəm. Deməli, istənilən yağdan istifadə edə bilərsiniz. Gördüyünüz kimi pingvin torbanın içərisinə yerləşdirib oxlov vasitəsilə yayacağam. Deməli, ölçüsü hardasa pingvin torbasının üstə bir hissəsi qədər ölçüdədir yayılmış forması. Siz istəsəniz bunu yağlı kağızın da içərisində hazırlaya bilərsiniz bu yağı, amma ən rahatı məncə pingvin torbasıdır. Yəni belə bir torbadır. Hazır etdikdən sonra buzluqda gözlədirəm. Maya aktivləşib, üzərinə yarım armud stəkan duru yağ, 1 ədəd yumurta, 1 çay qaşığı duz, 3 stəkan yarım, 4 stəkana qədər, deməli 200 qramlıq stəkan, xrustal stəkanla un istifadə eləmişəm. Ölçü ilə desək 450-500 qram un istifadə elədim. Dəyərli xanımlar, mən burada vanildən də istifadə eləmişəm, bir paket vanildən. Lakin çəkilişə düşməyib. Xəmir yoğrulduqdan sonra yenidən əlimlə biraz yoğururam. Deməli, xəmirə burada 50 qram kərə yağı otaq temperaturunda doğranmış kərə yağından istifadə edirəm və olduqca çox yoğururam. Həmən yağı xəmirə yedirdirəm. Hazır edildikdən sonra xəmiri soyuducuda gözlədirəm. Ona görə soyuducuya qoyuram ki, mənə lazımdır xəmiri burada soyuq olsun. Yəni isti yerdə bunu xəmiri saxlamağa heç ehtiyac yoxdur. Yəni narahatçılığa da heç bir səbəb yoxdur. Soyuducuda hardasa 40 dəqiqə gözlədirəm. Ona görə soyuducuda gözlədirəm ki, deməli xəmirin arasına hansı ki yağı yerləşdirəcəm, həmən yağ isti xəmirin içərisində əriməsin, onda xəmirin qatları bilinməz. Odur ki, xəmiri elə soyuducuda saxlayın, bir 40 dəqiqə, 40-45 dəqiqə. Ondan sonra bu formada, gördüyünüz formada yayıram. Hansı ki, yağı da hazırlamışdım. Buzluqdan götürüb, yağı da xəmirin içərisinə yerləşdirib, oxlov vasitəsilə yağı ehtiyatla xəmirin içərisində yayıram. Burada undan bacardıqca biraz çox istifadə edirəm ki, yuxarı cırılmasın, yağ üzə çıxmasın. Yaydıqdan sonra 4 qat qatlayıb, soyuducuda yenidən gözlədirəm. Deməli, yağı qoyandan sonra soyuducuda bir dəfə gözlədirəm. Hardasa yarım saat 20 dəqiqə gözlətdikdən sonra xəmiri yayıb yenidən qatlayıram. Qatlayandan da sonra da soyuducuya qoymuram. Və başlayıram yayıb bulkaları hazırlamağa. Bax, bu formada yayıram. Daha sonra soyuducuda qoymuram. Yenidən yayıb bulkaları hazırlayıram. Burada düz formada, səlqəli formada, düz formada yayıram. Uzun sov formada. Və araları 10 sant olmaqla lentalar kəsirəm. Eynən kruasan formasında kəsirəm. Ona görə 10 sant deyirəm ki, yəni əsl elə bulkunun öz razmeridir. Yəni yetərincə ölçüsü yaxşı ölçüdə olur da. İstəsəniz siz xırda ölçüdə də kəsə bilərsiniz. Daha sonra içərisinə şokoladı yerləşdirib bükürəm. Siz istəsəniz nutelladan da istifadə edə bilərsiniz. Mən normal pletka şokoladı əridib nutella formasına gətirmişəm. Burada qeyd edeyim ki, mən bulkaları hazır elədikdən sonra bir xeylam, hardasa bəlkə 1 saata qədər mən bunu kündəyə saxladım, kündədə gözlətdim ki, xəmir çox qabarsın. Ona görə ki, xəmir soyuducudan çıxmış xəmir idi. Tam kündəyə düşdükdən sonra üzərinə 1 ədəd yumurtanın sarısını bulkaların üzərinə çəkirəm və əvvəlcədən qızdırılmış 200 dərəcəli sobada alt-üst qızarana qədər bişirirəm. Çox gözəl, hündür şişir, belə ölçülər də böyüyür. Çox gözəl, həqiqətən həm görkəmi, həm rəngi, həm dadı mükəmməl bir bulka alındı. Kaş ki, buradan bulkunun ətrini, ləzzətini sizlərə də ötürə bilsəydim. İnanıram ki, siz belə bir bu formada, bu qayda ilə hazırlasanız eynən bu bulkudan çox bəyənəcəksiniz həqiqətən. Burada mən qeyd edeyim ki, bəzilərinin göstərdim ki, şokoladın elə bil kənarlarından biraz çıxıb, deməyim odur ki, siz bükəndə biraz ehtiyatla kənarlarını möhkəm bükün ki, içərisinə şokoladı dağılmasın.
hazır oldu. Çox yumuşaq, gözəl bir bulkalar alındı. Evdəkilər də çox bəyəndi. Əminəm ki, siz də hazırlasanız bəyənəcəksiniz, dəyərli xanımlar. Kanalıma dəstək olmaq üçün videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.